Hörmətli izləyicilərimiz, bugün sizə yenə də olimpiada sualını izah etmək istəyirəm. Bu da maraqlı bir sualdır. Frazeoloji birləşmələr aiddir. Biz bilirik ki, frazeoloji birləşmələr həm qayda suallarına, həm də məhdud sualların içərisində düşür. Ona görə diqqətli olaq, bu sözlərin mənalarını öyrənməyi və qeyd aparmağı yadınızdan çıxartmayın. Sinonimlik baxımından uyğunsuzluğu müəyyən edin. Ağzını boza vermək, başdan eləmək. Altdan üstdən danışmaq, nalamıxı vurmaq. Lığ vermək, zığ vurmaq, zəif nöqtə axilles tabanı və boynu ətləmək, bordağa bağlamaq. Bu sözlərin mənaları daha da sizə dəqiq olsun deyə mən şəkillərini çəkmişəm. İndi bir-bir mənalarına baxaq. Ağzını boza vermək nə deməkdir? Başdan soğudu yanaşmaq, yanlış yerə yönəltmək, başdan eləmək, yola vermək, ağzını daşa salmaq, bugün sabaha salmaq. Baxın, A bəndində yazılmışdı ki, ağzını boza vermək, başdan eləmək. Hər ikisi burada varmı? Bəli, var. Deməli, sinonimdir. Keçək ikinci B bəndinə. Altdan üstdən danışmaq idi. Lazım olan sözü deməmək, həqiqətdən yayınmaq, artıq əslik danışmaq, nalamıxa vurmaq. B bəndində isə yazılmışdı, altdan üstdən danışmaq, nalamıxa vurmaq. Görürük ki, bu da sinonimdir. Lığ vermək, son dərəcədə çox olmaq, zığ vermək, zığ vurmaq. C bəndində də lığ vermək və zığ vurmaq idi. Bu da sinonimdir. Zığ vurmaq ayrıca da yazmışam. Bol, çox olmaq, ağzına qədər dolu olmaq, lığ vermək. Deməli, bu iki birləşmə bir-birinə sinonimdir. Boynu ətlənmək nə deməkdir? Varlanmaq, əlinə pul gəlmək. Boynu ətlənmək. Yəni məcazi mənası, frazeoloji mənası varlanma, əlinə pul gəlməkdir. Lakin bordağa bağlamaq sözü isə kökətmək, yedirib içirmək, rahat həyat yaşatmaqdır. Bu ikisi birlikdə idi, yəni boynu ətlənmək və bordağa bağlamaq, amma bunlar bir-birinə sinonim olmadı. Boynu ətlənmək həqiqi mənada kökəlmək ola bilər, amma məcazi mənası varlanmaqdır. Ona görə həmin cavabı götürməliyik və digər bənd var idi. Axilles tabanı, ola bilər ki, bir çox insanlar, bir çox şagirdlərimiz bizim axilles tabanı götürüb, amma axilles tabanını, baxın, burada da görürük, Azərbaycan dili frazeologiya lüğətindədir, yəni frazeoloji birləşmədir və mənası zəif nöqtədir. Buna aid siz aşağı siniflərdə mətnlər keçmişsiniz. 6-cı sinifdə qanadlı ifadələr mətnində də buna aid bir mətn var idi. Amma bir də onu biz yadımızda saxlayaq ki, frazeoloji birləşmələrin düzdür, çox vaxt sonuncu sözü feil olur, amma bəzən ismi birləşmələrə oxşar belə birləşmələrdə rast gəlinir. Yəni ikinci tərəfi isim olan birləşmələrdə rast gəlinir. İndi bir də biz sualımıza qayıdaq və sualımız necə idi? Sualımızda deyilir, sinonim baxımından uyğunsuzluq müəyyən edin. Burada cavab oldu Y bəndi. Boyuna ətlənmək dedik ki, varlanmaq deməkdir. Bordağa bağlamaq isə bəslənilmiş, kökəlmiş, rahat həyat yaşatmaq deməkdir. Yəqin ki, bu sual sizə tamamilə aydın oldu. Əgər aydın olmayan hissə varsa, şərhlərdə qeyd edə bilərsiniz.